Deməli dostlar, çatdıq to be going to ifadəsinə. Bu çox belə deyək də istifadə olunan, biraz məğzindən kənara çıxan, insanların harda gəldi istifadə etdiyi bir mövzudur. Deməli biz xatırlayırsınızsa, elə burada da gördüyünüz kimi will'dən danışmışdıq. Will nə idi? Yəni gələcəkdə bir şeyin olunacağını göstərən bir ifadə idi. Məsələn, deyirdik ki, I will play. Bu deməkdir ki, mən oynayacağam. İndi baxın. Deməli, dedik ki, I will play, o deməkdir ki, mən oynayacağam. Bir də var ki, to be going to ifadəsi ilə demək. Ümumiyyətlə, bu to be going to nədir? Birinci buraya yazıram onu. To be going to. Bu o deməkdir ki, bütöv bu ifadə will-ə bərabərdir. Bunu əgər qrammatik qayda olaraq tam dəqiqliyini istəyirsinizsə, will qeyri-qəti gələcək zamandır. Yəni, məsəl üçün, belə oturmuşuq, söhbət edirik, deyirsiniz ki, I will buy a car. Mən maşın alacağam. Buna indi qərar verdiniz, bu qeyri-qətidir. Ola da bilər, olmaya da bilər. Amma siz I am, to be-nin am, I am going to buy a car deyirsinizsə, bu o deməkdir ki, siz maşın alacaqsınız, bunu əvvəlcədən planlaşdırmışsınız, bu qətidir, dəqiqdir. Amma qeyri-formal olaraq bilmək istəyirsinizsə, istədiyiniz yerdə will, istədiyiniz yerdə to be going to istifadə edə bilərsiniz. Yəni, I am going to fly tomorrow, sabah uçacam deyirsinizsə, bunu ay əvvəldən planlaşdırmışam, düşünüm, görüm plan. Yəni, buna ehtiyac yoxdur. Sadəcə olaraq, to be going to ifadəsi həddən artıq çox işlənir. Will-in əvəzinə demək olar ki, həmişə to be going to istifadə edirlər, daha çox Amerikanlar. Və onu istifadə edəndə daha çox belə native, daha çox o dil daşıyıcısı kimi səslənirsiniz. Və niyə elə səslənirsiniz? İndi ona gələcəm. Çünki bu to be going to o qədər çox istifadə olunur ki, sürətləndirilib tamam başqa bir formaya keçib. Deməli, bu going to tərəfini siz gonna şəklində tələffüz edirsiniz, çox sürətli deyəndə. Yəni, I am gonna buy, I am gonna buy deyirsiniz. Və I ilə am-i də birləşdirə bilirik. I və m olur. I'm gonna buy olur. Yəni, dolayısıyla bu şəkildə olur. I'm gonna buy a new car. I'm gonna buy a new car. Yeni maşın alacağam. Tomorrow, sabah. Bunu da daha sürətli hətta deyəndə onu belə yazırlar. Umanla yazırlar. I'm gonna buy. I'm gonna buy a new car tomorrow. Bax, gör, I am going to buy a new car tomorrow-nu deyirlər ki, I'm gonna buy a new car tomorrow. I'm gonna buy a new car tomorrow. Okay. Bunu bu şəkildə sürətləndirə bilərsiniz. Birdən-birə belə sürətli deyim də elə düşünməyin. Birinci, I am going to deyə davam eləməlisiniz. Bunu çoxlu praktik elədikdən sonra I am gonna buy new car və bu şəkildə davam eləməlisiniz. Daha sonra I ilə M-i birləşdirin. I'm gonna deyib davam eləyin. Ondan sonra I'm gonna deyib davam eləyə bilərsiniz. Dediyim kimi, bunu qəti şəkildə birdən-bir elə sürətli formada deyim, 3 dəfə belə təkrarlayayım, sonra keçim o birisine eləməyin. Dediyim kimi, əgər yorulmaq istəmirsinizsə, iyrənmək istəmirsinizsə, çoxlu praktik eləyin. Zaten yavaş-yavaş görəcəksiniz ki, artıq bu kifayətdir. Mən keçməliyəm bunu biraz daha sürətli deməyə. Və belə gəlib bax o peşəkar danışığı, peşəkar deyilişi əldə eləmiş olacaqsınız. Və to be going to ifadəsi olduğuna görə, to be bütün sualda önə keçir, inkarda to be-yə not artırırıq. I'm not gonna buy a new car tomorrow deyirsinizsə, almayacağam deyirsiniz. Are you gonna buy a new car tomorrow deyirsə, təzə maşın alacaqsan mı? Sual verirsiniz. Amma əvvəl də qeyd etdiyim kimi, bunu intonasiya ilə də verə bilərsiniz. Are you gonna buy a new car tomorrow? Sabah yeni maşın alacaqsan demək əvəzinə, you're gonna buy a new car tomorrow, ha? Ha? Bizim o dediyimiz ha var ya, o hansı ki, çox belə, daha çox dialekt olaraq istifadə olunan ha deyə belə də insanların xoşuna gəlməyən bir ifadə var. Onlar həddən artıq çox istifadə edir ona. Ha. Bunu istifadə edə bilərsiniz, amma bu native speaking belə triklərini
ayrıca bir bölmə olaraq zaten öyrənəcəyik. Bunun sürətləndirilmiş formalarını falan yenidən təkrarlayacağıq. Növbəti mövzuda görüşərik. Lütfən tapşırıqları boş keçməyin. Özünüzə yaxşı baxın. Hələlik.